Necə belə fit qalıram? Mənim əsas qidalanmam bol tərəvəzli ətli salatlardır. Bu dəfə sizə ən dadlı souslar eləyəcəm. Toyuq filesini duz istiyotlayıb, zeytun yağı vurub qrildə bişirirəm. Yeri gəlmişkən Trendyolda müxtəlif çeşidli qril aparatları sifariş edə bilərsiniz. Avokadolu sous üçün süzmə və ya 15%li xama, avokado, limon suyu, azca zeytun yağını krem halına kimi blenderləyirəm. Bu mənim sağlam salatlarda tez-tez istifadə etdiyim ən dadlı sousdur. Keçək ikinci sousa. 5-6 ədəd kapersi xırdalayıb, zeytun yağı, limon qarışdırıb, sadə və dijon xardalı əlavə eləyirəm. Biraz da parmezan və bal, sous hazırdır. Yaz-yay aylarında evdən çıxanda belə salatları Trendyoldan aldığım şüşə qablara yığıb özümlə rahat aparıram. Arxayın oluram ki, sağlam yeməyim özümlədir. Belə şüşə qablarda soyuducuda 2 gün saxlaya bilirəm. Çalışın hər zaman yediyinizin yarısı tərəvəz olsun. Tərəvəzlər vitamindir. Bədəni ödemdən azad eləyir. Dərini gözəlləşdirir, bizi daim fit və cavan saxlayır. Resepti yaddaşda saxlamağı unutmayın. Bəs siz gündəlik qidalanmanızda ən çox nə yeyirsiniz?